Değerli gençler, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Aziz Allah size xeyir kapıları versin. Size özünü gerçekleştirmek imkanı versin. Yollar göstersin değerli gençler. İşiniz budur. Özünüzü tanımak ve özünüzü gerçekleştirmek. Biz de bunun için size yardımcı olmak istedik. Müəllim kimi, insan kimi işimiz budur. Size kömək eləmək, elinizden tutmak. Size eğer bizim tecrübemizin bir xeyri varsa onu paylaşmak. Güzel insanlar. Her kararı özünüz vereceksiniz. Bizim işimiz size yardım eləməkdir. Ona göre de bir yolculuğa başladık. Ben 3 suala cevap veren videolara başladım. O sualın birincisi buydu. Oxunun əhəmiyyətini nəzərə alaraq bunu edirik. Oxu demək elm deməkdir, təhsil deməkdir, yenidən köklənmə deməkdir. Dünyada gedən işlərlə ayaqlaşmaq deməkdir. Biz özümüzü yenidən oxuyla, təhsillə, elmlə dizayn etməsək, özümüzü yenidən kökləməsək, əmin olun ki, geri qalacağıq. Geri qalan sıradan çıxacaq. Oxuyanlar, elmi təhsili əldə edənlər bizi yeyəcəklər. Ona göre de 3 suala cevap veren bir videolar seriyası başladı. Onun birincini paylaştım. 3 sualımız hansıydı? 1. Biz niye okumalıyız? 2. Neyi okumalıyız? Neleri okumalıyız? 3. Nece okumalıyız? Bir metodumuz olmakta. Ne için? Çünkü birinci işimiz budur. Özümüzü keşfetmeliyiz. Dedim ki keşfetmek bir yolculuktur. Bir günün işi değildir, 2 günün işi değildir. 1 ilin, 5 ilin bir yolculuktur. Hayat yolculuğudur. İnsan ölene kadar özünü keşfedeye gelir. Özünü keşfeden inkişaf eder. Doğrudur mu? Bunu söyledim size güzel insanlar. Dedim ki bir keşfedemeyen yolunu gösterdim. Okumak ve mücadele, okumak ve mücadele, elim, təhsil, mücadele. Bir hayırlı işin içindesinizse ve orada mücadeleniz varsa gelişeceksiniz, inkişaf edeceksiniz. Sonra dedim ki ağlınızı, dilinizi, iradenizi, kalbinizi şikayetten temizleyeceksiniz. Şikayet insanı çürüder. Şikayetin ziddi nedir? Şikayetin ziddi 4 şeydir dedim. Bakın şikayetin ziddinin biri ümittür, biri şükürdür, biri cesarettir, biri salih emellerdir. Dilinizi değiştireceksiniz. Korkuram demeyeceksiniz, cesuram diyeceksiniz. Olmaz demeyeceksiniz, olar diyeceksiniz. Çetindir demeyeceksiniz. Çetinlik beni büyütmeye gelip diyeceksiniz. Çetinliğe talip olacaksınız. Çetinlikler insanı büyütmek için var. Çetinlik nimettir. Allah'ın nimetidir. Çetinliğe talip ol ki büyüyesin. Ey değerli gençlik, içindeki gövheri, hazineni tapmağın yolu budur. Dünyanın bütün büyük milletleri ve bütün büyük insanları çetinlikten geçirdiler. Acılar, hocalar olun. Ona göre dedim ki şikayet etmeyeceksiniz, şükür edeceksiniz. Şikayet varsa cesaret yoktur. Cesaret varsa şükür yok, şikayet yoktur. Özünüz olacaksınız yani, özünüzü gerçekleştireceksiniz. Sonra özünüzü tanımak için 4 güzel söz söyledim. 1. Neyi seve seve edirsiniz? Sevdiye seve ettiğiniz şey hayırlıdır mı? 3. Seve seve ettiğiniz şey size pul kazandırır mı? 4. Seve seve ettiğiniz şey başka insanlara da hayır getirir mi? Sonra dedim ki kararlılık mucize yaradır. Sonra da dedim ki ağlınızı şikayete değil, ümide kodlayın. Ağıl ümitle bakanda yeni kapılar tapır, yeni yollar tapır, bədbinlikten kurtarır. Bakın Şeyh Nizami deyir ki, her gece bir gündüze hamiledir. Yani Nizami karanlığın içerisindeki ışığı görür. Bakın ne kadar güzel sözdür. Her gece, her karanlık bir gündüze hamiledir. Yani Nizami karanlığın içindeki güneşi görüp, güneş doğacak deyip. Bakın ümitle bakıp hayata, özünü o cür dizayn edeyim. Özünü o cür gerçekleştirip, bədbin olan, şikayetçi olan, her şey pistir diyen yeni bir şey özünü keşfetmez ve yeni bir şey ortaya koyabilmez. Yalnız ümitli olanlar, yalnız şükürlü olanlar, yalnız cesur olanlar, yalnız çetinliğe talip olanlar özlerini gerçekleştirecekler. Ona göre dedim ki, sonda ne demiştim? Bir insan yetiştirmek, dünyanı değiştirmektir. Yine niye okumalıyız? Güzel insanlar. Ona göre okumalıyız ki biz 4 bağımızı bərpa etməliyik. 1. Allah'la sağlam bağ kurmalıyız. Bir ülkenin siyaseti, iktisadiyeti, medeniyeti ne kadar sağlam medeniyeti varsa, ne kadar sağlam iktisadiyeti, medeni değerleri, siyasi değerleri varsa o derecede de sağlam dini değerlere ihtiyaç var. Yani Allah'la sağlam, birinci bir Azerbaycan halkı ve siz Allah'la bir sağlam bağ kuracaksınız. Allah'la sağlam bağın adı tevhid inancıdır. Tevhid inancını tanımak için Allah'ı tanımak şarttır. Yani okumak şarttır.
Baxın Quranın adlarına baxın. Allah Quran adı qoyub. Yəni Quran adı qoyub. Oxumaqla bağlı bir söz. Oxu əmri ilə başlayıb. Elm sözünü aktivləşdirib. Baxın Furqan deyib, Nur deyib, Şəfa deyib. Hamısı oxumaqla bağlıdır. Oxusan şəfa olar. 2. Milli dəyərlərimizlə bağımızı gücləndirəcəyik. Biz milli dəyərlərimizlə bağımız sağlam deyil, qopmuşuq. Yəni kimliyimiz bizim qalamızdır. Kimliyimiz bizim mənəvi vətənimizdir. Kimliyi olmayan, tarixini bilməyən, mədəniyyətini bilməyən insan dəyərli olmaz. Əriyər, yox olar, gedər. Qalanı tərk eləmək düşmənə təslim olmaqdır. Və hər zaman təkrar edirəm, bunu tərif üçün demirəm. Azərbaycanın dünyanın az saylı xalqında ola bilən bir mədəniyyəti var. Kimlik inşası baxın, tövhid bağı oxumaqla mümkündür. Kimlik inşası oxumaqla mümkün. 3. Dünya ilə bağımızı sağlamlaşdıracağıq. Dünyada nə qədər xeyirli şey varsa, universitet varsa, təhsil varsa, kitab varsa, elmi kəşflər varsa, onlardan xəbərdar olacağıq. Onları oxuyacağıq, öyrənəcəyik ki, özümüzü yenidən dizayn edək. 4. Gözəl gənclər, baxın, müasir dövrdə nə önə çıxıb? 1. Ağıl önə çıxıb. Təbii ki, ağıl həmişə önəmli olub, ancaq bugün qolun gücü öndə deyil. Bugün ağlın gücü öndədir. Peki ağlın qidası nədir? Ağlın qidası elmdir. 2. Bugün elm, texnologiya önə çıxıb. Baxın, elmi, texnologiyanı gətirməyən, elmi, texnoloji kəşflərə imza atmayan millətlər geri qalacaq. Geri qalan xalqlar yox olacaq. Yəni sürü olacaq, istismar olunacaq. Altından xətt çəkirəm. Elm kimdədirsə, təhsil kimdədirsə, texnologiya kimdədirsə, dünyanın da sahibi onlardır. İstəsəniz də belədir, istəməsəniz də belədir. Ya bunu qəbul edib, siz özünüz bunlara sahib olun. Mən də varam, mənim də kimliyim var, mənim də dünyada verəcəyim ortaq dəyərlər var deyəcəksiniz. Deyəcəyik, ya da ki, yem olacaq. Yəni Allahla sağlam bağ quracağıq, özümüzlə sağlam bağ quracağıq, özümüzü kəşf edəcəyik. Ondan sonra milli dəyərlərimizlə, tariximizlə, ədəbiyyatımızla, musiqimizlə, kimliyimizlə bağ qurub mənəvi evimizi, mənəvi yurdumuzu, yəni kimliyimizi inşa edəcəyik. 3. Dünya ilə sağlam bağ quracağıq. 4. Elmin, texnologiyanın, ağlın nə qədər önə çıxdığını anlayıb ağlımızı elmlə dəyərləndirəcəyik, qiymətləndirəcəyik, qidalandıracağıq. Niyə oxumalıyıq? Biz imtahandayıq. Bu dünya imtahan dünyasıdır. Hansı tələbələr, abituriyentlər gedib imtahanda başarı qazanırlar? İmtahanda olduğunu bilənlər və imtahan haqqını verənlər. Əgər biz bu dünyada imtahandayıqsa bunu anlamalıyıq. Baxın, imtahanda bir tərifin doğru seçim sizə. İmtahan, bir insan sizə əziyyət verir, siz də ona dözürsünüz və deyirsiniz ki, bu mənim imtahanımdır. O sənin imtahanın deyil, o sənin zəifliyindir. İmtahan, Allahın tərifi budur, imtahan. Sənin içindəki xəzinəni ortaya çıxarmaq üçün zərər olan çətinliklərdir. İmtahanın tərifi budur. Haqsızlığa dözmək deyil. Məzlum olmaq deyil. Yazıq olmaq deyil. Əsir olmaq deyil. Ağlını kiməsə kirayəyə vermək deyil. Bax, bir də tərif verirəm. İmtahan sizin içərinizdəki o gövhəri üzərə çıxarmaq üçün zəruri olan sınaqlardır. O çətinliklər sizi böyütməyə gəlib. Çətinliklər sizin nimətlərinizdir. Yəni biz bu həyat imtahanını başarı ilə vermək istəyiriksə, qazanmaq istəyiriksə mütləq oxumaq şərtdir, elm şərtdir. Kim oxuyacaqsa, kim elmin, təhsilin dəyərini verib onun haqqını verəcəksə qazanan onlar olacaq. Niyə oxumalıyıq? Çünki biz əziz Allahın əmri bil ma'ruf, nəhi ənil münkər ölçüsünü yerinə yetirməliyik. Bizim işimiz dünyada elmi, təhsili, xeyri, mərhəməti, gözəlliyi çoxaltmaq, pisliyin qarşısında durmaq. Bax, bu yer üzündəki xəlifəlik missiyasını, yer üzündəki xeyri, bərəkəti çoxaltma missiyasını, yer üzündəki barışı çoxaltmaq missiyası elmlə mümkündür, təhsillə mümkündür, özünü kəşf edib, özünü gerçəkləşdirməklə mümkündür. Baxın, hidayət hardan başlayır sizə söyleyeyim. Allah buyurur ki, Quran-ı Kərimdə buyurur ki, ən böyük nimət hidayətdir. Allah buyurur ki, hidayət mariflə başlayır. Mariflənən Allah'ı tanıyar, özünü tanıyar, kainatı tanıyar, misyasını tanıyar.
Mariflə başlayır. Hidayətə yönəlmək mariflə başlayır. Bax, belə cümlələr qururam, dəyərli gənclər. Deyirəm ki, yavaş-yavaş yekunlaşdırıram. Bax, deyirəm ki, cəhalətin və cahilliyin, xurafələrin, cəhalətin, cahilliyin nə qədər qorxunc bir xəstəlik olduğunu bilməsək, alimin, müəllimin, məktəbin, universitetin dəyərini bilmərik. Bu cümləni təkrar edeyimmi? Altından xətt çəkimmi? Deyirəm ki, bir toplum, bir cəmiyyət alimin, müəllimin, universitetin, məktəbin dəyərini nə zaman bilə bilər? O zaman bilər ki, öncə anlayar ki, bu cəhalət nə qədər qorxunc xəstəlikdir. Bu cahillər nə qədər qorxunc xəstəlikdir. Bu insanı, bu ölkəni fəlakətə sürükləyər. Mən hər zaman deyirəm ki, cahillər və cəhalət düşmənlərin vətənin içindəki təbii müttəfiqləridir. Ona görə Allahın Rəsulü buyurur ki, ən bütün pisliklərin başı cəhalətdir. Buna uyğun olaraq da mən müəllim və alimə həm də belə bir tərif verirəm. Deyirəm ki, müəllim və alim cəhalətlə savaşan insandır. Kimdir müəllim? Kimdir alim? Cəhalətlə savaşan insandır. 3. Buna uyğun olaraq da məktəbə və universitetə yeni tərif verirəm. Deyirəm ki, məktəb və universitet cəhalətlə savaşılan yerdir. Bir universitet, bir məktəb cəhalətlə savaşırsa, o öz missiyasını yerinə yetirir. Dəyərli gənclər, özünüzü kəşf etmək üçün, niyə oxumalıyıq sualına cavab vermək üçün sonuncu bəndimdə budur. Oxumaq sorğulamaqdır. Vərəqləmək deyildir. Baxın, sorğulamaqdır. Hər şeyi sorğulayacağıq. Sizə demişdim bir dəfə, Sokrat deyir, Sokrat buyurur, sorğulanmayan həyat yaşanmağa dəyməz. Sorğulamaq düşünməkdir, düşünmək anlamaqdır, anlamaq öyrənməkdir, öyrənmək özünü kəşf etməkdir, özünü kəşf etmək özünü gerçəkləşdirməyin qapısını açmaqdır. Sorğulamaq üsyan deyildir. Sorğulamaq öyrənmə metodudur. İstəyirəm ki, Azərbaycanın hər şeyi sorğulayan, sorğu-sualsız heç bir şeyi qəbul etməyən, düşünmək bağ qurmaqdır. Özünü kəşf edən və özünü gerçəkləşdirmək üçün çalışan, ağıllı, iradəli, vicdanlı, elmli, təsirli, gözəl əxlaqlı gəncləri olsun. Allah sizdən bunu istəyir. Valideynləriniz sizdən bunu istəyir. Ən önəmlisi siz özünüzdən bunu istəyirsiniz. Əziz Allah sizə xeyir qapılar açsın. Sizə cəsarət versin. Ağlınıza, iradənizə, vicdanınıza bərəkət versin. Dəyərli gənclər, məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Seriyamız davam edəcək. Var olun, sağ olun. Əziz Allahın, bizə oxu əmri buyuran əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.